Çayın yanına müxtəlif bir şirniyyat istəyirsinizsə, mütləq bu limonlu keksi hazırlamalısınız. Həm görünüşü, həm də dadı çox gözəldir. Əvvəlcə qaba 1 ədəd limon əlavə eləyirəm. Üzərinə 3 ədəd yumurta, 1 stəkan şəkər tozu, 1 stəkan duru yağ, 1 stəkan qədər də smetan əlavə eləyib yaxşıca qarışdırıram. Qarışdırdıqdan sonra quru ərzaqları, bir başqa qabartma tozu, bir başqa vanil, 2 stəkan da un əlavə eləyib yaxşıca qarışdırıram. Pişirəcəyim tavaya əlavə eləyib 180-200 dərəcədə 20-25 dəqiqə qədər bişirirəm. Sonra isə tərs çevirib çıxardıram. Suyu yana kimi isə mən limonlu sirup hazırlayıram. 1-2 ədəd limonu ortadan bölüb suyunu sıxaram. Üzərinə 1 xörək qaşığı şəkər tozu, 1 xörək qaşığı da qarğıdalı nişastasını əlavə eləyib bişirirəm. İsti-isti keksin üzərinə çəkib, şokoladla da bezəyib, 1 saat qədər xaldeynikdə gözlədib nuş edirik. İnanın, çox dadlı alınır. Həm görünüşü, həm dadı sizi valeh edəcək. Qoxusu isə demirəm, evi bürüyəcək. Mütləq hazırlayın.